Gəncədə isə 6000 gəncin iştirakı ilə möhtəşəm flashmob keçirilib. Birinci Avropa oyunlarının simvolunun canlandırıldığı aksiya Guinness'in Dünya Rekordları Komissiyası tərəfindən izlənilib. Bakı 2015 birinci Avropa oyunları ərəfəsində Gəncədə möhtəşəm flashmob təşkil olunub. 6000 gəncin iştirakı ilə keçirilən aksiyada birinci Avropa oyunlarının simvolu canlandırılıb. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq bu idman bayramının sevincini özünə məxsus şəkildə yaşayıblar. Bakı 2015-in simvolunu yaradan gənclər bayrağı 4200 nəfərin iştirakı ilə yaradılmışdı. 2 aprel 2015-ci ildə Bağdadda qeydə alınan bu fakt insanların iştirakı ilə yaradılan ən böyük mozaika kimi Guinness'in Dünya Rekordları siyahısına düşmüşdü. Gəncədə 6000 nəfərin Bakı 2015 birinci Avropa oyunlarının simvolunu yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır. Günay Bünyadzadə, Layla Məmmədova, xəbərlər.